Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı açıqlama verib. Hadisə bu gecə saat 03:00 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş verib. İlkin araşdırmalara əsasən 1997-ci il təvəllüdlü Bakı şəhər sakini Vəliyev Ramal Bəxtiyaroğlu BMW markalı 10 SM 433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan 3 sərnişin 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahiroğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddinoğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmudoğlu hadisə yerində həyatlarını itiriblər. İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub. Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qaydalarının pozuntularına yol verib. Bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. İştirakçıların həyatını da təhlükə altına qoyur.